Salam əziz dördüncülər, hörmətli valideynlər. 4-cü sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Müəlliminiz mən Rauf Mirzəyev. Sizlər üçün məsələ həlli üsullarından cədvəl qurmaqla və qanuna uyğunluğu tapmaqla məsələ həlli üsulunu izah etmiş olacağam. Məsələ həlli üsuluna keçməmişdən öncə, yəni tapşırıqlara keçməmişdən öncə sizdən istəyim videolarımı bəyənməyiniz, kanala abunə olmamışsa kanala abunə olub dəstək olmağınızdır. Buna görə də hər birinizə təşəkkür və minnətdarlığımı bildirirəm. Gəlin keçək tapşırıqlara, daha doğrusu mövzunun izahına başlayaq ki, cədvəl qurmaqla və qanuna uyğunluğu tapmaqla nə deməkdir? Məsələnin şərtini oxuyuruq və məsələdə verilən şərtə uyğun cədvəl qururuq. Bu cədvəldə ardıcıllığı, yəni qanuna uyğunluğu müəyyən edirik. Hansı qanuna uyğunluqla davam etmiş olur bu məsələnin həlli. Onu tapdıqdan sonra, yəni sonda bizdən istənilən nəticəni aldıqdan sonra məsələni həll etmiş oluruq. Sizin kitabınızda bir nümunə göstərib, nümunə ilə özünüz də tanış olarsınız. Görürsünüz ki, burada ornament var və bu ornamentdə 4 dairə və bir üçbucaqdır. Cədvələ də fikir vermiş olsaq, dairələrin sayı 4 olduqda üçbucaqların sayı 3 olmuş olur. Daha sonra 2 qatı, yəni 4 artı davam etdikcə üçbucaqlar da 3 artı davam etmiş olur və bizə deyir ki, cəmi 24 qırmızı dairə var. Yəni bu cədvəl dairələrin sayı 24 olana qədər davam etmiş olacaq və 24 olduqda neçə üçbucaq düzəldilibsə, deməli o qədər də üçbucaq lazım olacaq. Gəlin biz də bu şərtlərə uyğun, bu həlli üsula uyğun olaraq daha doğrusu 3 məsələ var. Bu 3 məsələni də sizlərlə həll etmiş olaq. Birincisi də yazır ki, şirkət endirim kampaniyasında hər 2 pizza alana 250 ml ayran hədiyyə verirdi. Bu kampaniyada gün ərzində 1500 ml ayran hədiyyə edilsə, buna uyğun olaraq neçə pizza satıldı? İlk öncə cədvəlinizi qurursunuz. Yəni biz də bir cədvəl qurmuş olaq. İlk öncə bu cədvəli gəlin biraz qalınlaşdıraq, tamam. Deməli, cədvəlimiz bu şəkildə olmuş olsun. Yuxarıda satılan pizzaların, daha doğrusu ayranların millilitr olaraq miqdarı veriləcək. Aşağıda isə ona uyğun pizzalar, yəni satılmış pizzalar qeyd edilmiş olacaq. Biz burada yeri olmadığına görə qısaca burada yeri saxlayıram ki, yuxarıdakılar və aşağıdakıları siz biləsiniz ki, hansılardır. Buna görə də, yəni yer hissələrə bölürük. Siz qarşısında yazarsınız. Mən şifahi olaraq bunu deyəcəm. Nə etmək lazımdır? Əlbəttə cədvəl hara qədər davam etmiş olacaq. Deməli, ilk öncə yuxarıdakı cədvəldə dedik ki, satılan ayranın miqdarı qeyd etmiş olur. Ayran olacaq. Aşağıda isə pizzalar P hərfi yazmış oluram. Məsələn, biz bilirik ki, 250 ml-lik əgər pizza satılıbsa, daha doğrusu 250 ml-lik ayran hədiyyə edilibsə, buna görə 2 pizza olmuş olacaq. Bizdən də gün ərzində neçə pizza satıldığı soruşur. Daha sonra növbəti bir 250 ml gəlmiş olsa, bu olacaq 570 olur. O zaman burada da hər 250 ml-ə 2 pizza olduğuna görə burada 2 də üstünə gəlmiş olaraq 4 etmiş olacaq. Növbəti yenə də 250 üstünə gəlmiş olsaq, burada olacaq 750 və biz burada aşağıdakı pizzaların sayını 2 artırıraq 6 olmuş olacaq. Növbəti olacaq, məsələn deyək ki, daha üstündə yazmıram, 1000 ml olmuş olsa, burada isə 8 olmuş olacaq. Burada 1250 olmuş olacaq, burada isə 10 olmuş olacaq. Burada 1500, yəni biz artıq 1500 hədəfinə gəlib çatmalıydıq. Gəlib çatandan sonra üstündə də 250-ləri istəsəz bu cür qeyd etmiş olarsınız. Aşağıda da artıq daha 2 də gəldi, 12 etmiş oldu. Bu da cədvəl qurmaqdan artıq 1500 ml-ə 12 pizza düşür ki, o səbəbdən də cavabımız olacaq ki, cavab 12 pizza, gün ərzində 12 pizza satıldı. İkinci suala baxırıq. Gəlin burada qələmimiz. Yazır ki, çap evindəki kiçik printer bir səhifəni 12 saniyəyə, böyük printer isə 3 səhifəni 20 saniyəyə çap edir. Kiçik printer 5 səhifə çap etdikdə
çap etdiyi müddətdə böyük printer neçə səhifə çap edər? Bunun üçün belə bir cədvəl qurmuş oluruq. İlk öncə həm saniyə, həm də ki, səhifə sayı bizim üçün önəmlidir. Yəni, bunu da bir qələmin artıraq, belə deyək. Belə bir cədvəl qururuq. Bu cədvəl buradan 2 hissəyə bölünür və daha sonra növbəti bir bu şəkildə olur. Aşağısı da yenidən 2 hissəyə bölünmüş olacaq. Buradan birini də çəkmiş olaq. Çəkdik. Daha sonra bunu birləşdirək bu şəkildə. Bunları da bu şəkildə birləşdirmiş olaq. Aha. Daha sonra indi nə edirik? Biz bilirik ki, bir səhifə üçün, yəni bu kiçik printerdir yuxarıdakı. Yəni bura qırmızı ilə yazaq. Bura kiçiyin qeyd etmiş olaq. Burada böyük printerdən danışılmış oluruq. Və biz bu cədvəli qurarkən bilirik ki, 3 səhifəni, hər səhifə 12 saniyədir. Gəlin bu səhifələri çəkək buradan. Deməli, bu 1, bu 2, biraz aralı da çəkə bilərdik hər üçündən. Bu 1, bu 2, bu 3, 4, bu 5, hələ qədər bura qədər gedək, lazım olarsa davamını aşağıda etmiş olarıq. Və biz bilirik ki, məsələn deyək, burada da hələ aşağını qeyd etmiş olmuruq. Bilirik, burada bir səhifə 12 saniyədir. Burada da növbəti 2 səhifə, ikinci səhifə üçün 24 saniyə lazımdır. Burada üçüncü səhifə üçün artıq daha bir 12 gələr 36. Bunu digər tərəfdə isə aşağıdan bu şəkildə qurmuş olaq. Deyək ki, bu artıq bizim belə deyək də 3 səhifəlik, bir dəfəlik 3 səhifə böyük printer 3 səhifə 20 saniyə getmiş oldu. Daha doğrusu oradan yox, bu tərəfdən. Sayasız buradan qeyd edək. 24'tü, bura gəlib çatdı. Məsələn deyək. Bunu nəyəsə çəkmək olmur. Hə, tamam. Bu 3 buradan da bir dənəsini qeyd etmiş olaq. Deyək ki, belə bir şey olmuş oldu. Daha sonra davam etmiş olaraq. Deməli, 3 səhifə 20 saniyə davam etmiş oldu. Daha sonra burada da 3 səhifə gəldi, neçə olmuş oldu? Burada da 20 saniyə davam etmiş olacaq. Bu da oldu 40, üstündə 20 gəldik, 40 etmiş oldu. Burada yenə davam edirik. 4-cü səhifə. 4-cü səhifəni, bura niyə 3 yazdıq? 36 yazmalıydıq. 4-cü səhifə bir də gəldik edir 48. Növbəti bir dənə də 5-ci səhifə, bu olacaq neçə? 60 etmiş olur. 60 saniyə davam etmiş oldu. Gəlin buradan da növbəti birində çəkdikdə görürük bizim də 60 saniyə gəlib hara düşdü? Növbəti 60 saniyə tam olaraq bərabərinə düşür. Bura 3'ün, burada 3 yox, bura 6 yazmalıyıq. Bura 6 yazmalıyıq. 3 də gəldi 6. Burada gəldi 6 oldu neçə? 9. Deməli tam 60 saniyə bərabərinə gəlib çatanda 5 səhifə kiçik printer çap edirsə 9 səhifədə böyük printer çap etmiş olur. Cavabımız da olacaq. Cavab 9 səhifə. Yəni böyük printer yazır ki, yəni bunu istəsəz tam olaraq belə yazarsınız və ya da ki, qısaca 9 səhifə çap edər. Və ya da ki, bu müddətdə tam uzun-uzadı yazır. 3 səhifə 20 saniyə, belə deyək, kiçik printer 5 səhifə çap etdiyi müddətdə böyük printer neçə səhifə çap edəcək? Bu uzun şəkildə də daha geniş cavabla da cavablandıra bilərsiniz. Davam edirik, görək növbəti 3-cü tapşırıqda nə yazır? 3-də yazır ki, aşpaz bir salat üçün 4 ədəd xiyar, 6 ədəd kök və 3 ədəd kartof istifadə edir. O bir neçə salat düzəltdi və 24 ədəd kök istifadə etdi. Aşpaz salatlara nə qədər xiyar və kartof istifadə etdi? Deməli, biz bilirik ki, salat üçün 3 tərəvəzdən istifadə olunur. Ona görə də 3 dənə xətt çəkmiş olaq buradan. Birinci oldu hansı üçün?
oldu xiyar üçün. Daha sonra ikincisi oldu köktü məncə, köküdür və üçüncüsü kartofdur. Və burada kartof üçün qeyd etmiş oluruq. Buradan xətti çəkirik. Yox, bir dənəsini də buradan çəkək. Ondan sonra birini də çəkirik. Bu da oldu nə? Kartof üçün. Bölürük buradan. Biz bilirik ki, deməli 24 ədəd təşkil olunub. Nəsə, burada xiyar zadı yazmış olaraq. Bu 1. İndi çatmasa davam etmiş olarıq. Deməli, yuxarıda ən üst tərəfdə qırmızı ilə yazmış olaq. Bura olacaq xiyar, x hərfi yazıram. Siz biraz dəftərinizə yer olaraq xiyar yazarsınız. Sonra köküdür yazırsınız kök. Kökü qısa yazmaya, qısadır zaten. Bir də kartof, kartof. Bunu da yazaq da kartof. Xiyar da xiyar yazmış olaq. Deməli, biz bilirik ki, əgər deyir 24 ədəd kök 24-ü satanda bitmiş olacaq. 4 xiyar lazımdırsa 6 kök və 3 kartof. Daha sonra burada 4 artacaq. Yuxarı xiyarlar 4 artır. 4 artanda olacaq 8. Bu da 2 qatı olacaq 12. Bunun da 2 qatı olacaq 6. Və daha sonra 8-in üstünə bir dənə də 4 gəlmiş olaraq. Olacaq neçə? 12. Burada da 12'nin üstüne bir tane de 6 gələrik. 18. 16 yazdık. 18. Və bunun üstüne bir tane 3 gələrik. 9 etmiş olur. Və növbəti yenidən 4 gəlirik. Bura 16. Bura 24. Aha, bizim 24'ümüz kök 24 kök idi. Alındı və bundan sonra da burada 3 əlavə etsək 12 etmiş olacaq. Və bizə deyir ki, aşpaz salatları nə qədər xiyar və kök istifadə etdi? Cavab yazarsınız ki, cavab 16 xiyar, neçə? 12 kartof. İstəsəz istifadə etdi də yazarsınız. Cəmi 3 məsələ idi. Bu 3 məsələni cədvəl qurmaqla həll etmiş olduq. Növbəti məsələ üsulu ilə qarşınızda olaraq hələlik sağ olun.